Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz hazırda Ağır Cinayətlər Məhkəməsinin qarşısındayıq. Azər Qasımlının növbəti məhkəmə prosesi keçirildi. Zəfər bəy, nə deyə bilərsiniz bugünkü məhkəmə haqqında? Azər Qasımlının bugünkü məhkəməsində müdafiə nitqləri oldu. Demək, vəkil Aqil Layıc və Aqil Layıc müdafiə nitqin qısa dedi. Sonra Rövşənə Rəhimli vəkil müdafiə nitqinə başladı və vaxt bitdiyinə görə müdafiə nitqi yarımçıq qaldı. Gələn iclasda davam eləyəcək. Salam, hər vaxtınız xeyirli olsun. Məhkəmə prosesi keçirildi Azər Qasımlı. Nə deyə bilərsiniz? Bilirsiniz, Azər Qasımlı ilə bağlı biz bütün məhkəmə prosesləri monitorinqini aparmışıq. Azər Qasımlının belə deyək, törətdiyi əməldə heç bir cinayət tərkibi yoxdur. Bunu ümumi məhkəmə gedişatında da aydın oldu hamıya. Azər Qasımlıda bilirsiniz vəziyyət necədir? Demək ki, Azər Qasımlını indiki bu işdə, deyək ki, dırnaqarası işdə zərər çəkən kimi tanınan, bundan əvvəlki işdə, mülki işdə cavabdeh kimi tanınıb. Onunla bağlı da Azərlə onun hansısa bir mülkün mübahisəsi olub. Onunla bağlı da Azər onu verib məhkəməyə və borc tələbi ilə bağlı Azər o məhkəmədə oturub. Və bütün proseslər bundan sonra başlayıb. Hansısa əl girib ortaya və orada veriblər həmin mülki işi ləğv elətdiriblər. Sonra həmin bu üzə duran var burada, hansı zərər çəkən deyil. Qurbanəli. Ona da şikayət verdiblər ki, güya Azər onun hədə qorxu ilə pul tələb edib. Hansı ki, bundan əvvəlki məhkəmə prosesində o Azər Qasımlıya 40 min borcu olduğunu məhkəmə qaydasında tanınmışdı. Və söhbət bundan gedir. Yəni, belə analoq olmayan işlər Azərbaycanda çoxdur. Bu təkcə Azər Qasımlı ilə bağlı deyil, bütün siyasi məhdudlarla bağlı belə boş işlər olur, gəlir məhkəmədə də bu vəziyyətə qalırlar. Amma görünən odur ki, hakim köklənib orada ittiham edici hökmlər çıxartmağa. Mən baxırım, o hakimlərə də baxırdım ki, adamlar içində daxilən əmindirlər ki, mən o dərəcədə bu insanları da vicdansız da bilmirəm. İçlərində əmindirlər ki, bu adam günahsızdır, amma sonda o Azər Qasımlıya ittiham hökmü çıxaracaqlar və uzun müddətli azadlıqdan məhrum edəcəklər. 178-i ikinci. Yox, 182-2-2-dir. 3-ün ikisidir, hə. Ona görə onunla bağlı da, o maddə ilə bağlı da ağır maddəni qoyublar və gözləyək görək ki, növbəti məhkəmə prosesində necə olacaq. Təəssüflər olsun ki, bilirsiniz, bizdə bu siyasi məhbus mövzusu getdikcə şişir. Dövlətin aidiyyəti şəxslərdə maraqlanan yoxdur ki, bu şişir hara qədər gedəcək. Bu məsələni həll eləmək lazımdır. Tutaq ki, hakimiyyətdə 5-10 nəfər deyir ki, və yaxud da onların tərəfdarları deyir ki, siyasi məhbus yoxdur. Amma Azərbaycan cəmiyyətinin, yerli hüquq müdafiəçilərinin, beynəlxalq təşkilatların hamısını qəbul elədi Azərbaycanda bəlli sayılı siyasi məhbuslar var. Mən hesab edirəm ki, bu məsələlər öz həllini tapmalıdır. Diqqətinizə görə çox sağ olun. Və çıxışlar mərhələsindəyik. Bugün yəni ki, müdafiəçilər çıxış elədi. Aqil Layıc çıxışını yekunlaşdırdı. Mən çıxışımı başladım. Mənim çıxışım əsas çıxış olduğuna görə biraz uzun olduğu üçün, yəni ki, vaxt çatmadı, amma növbəti məhkəmə iclası gələn həftənin 3-cü gününə təyin olundu. Mən çıxışımı davam elətdirəcəm. Yəni ki, gələn dəfə çox güman ki, mənim çıxışım yekunlaşacaq. Rövşən xanım, sizin çıxışlarınızda belə məlum var ki, Azər Qasımlının heç bir günahı yoxdur. Heç bir sübut yoxdur. Bu haqda nə deyə bilərsiniz? Yəni Azər Qasımlının bilirsiniz ki, 182-ci maddəyə görə təqsirlənən şəxs kimi cəlb olunub və yəni ki, barəsində cinayət işi gedir. Bəli, Azər Qasımlının heç bir təqsiri yoxdur. O yəni ki, özünə məxsus olan pulu tələb edib və qanuni şəkildə bununla bağlı məhkəməyə müraciət edib. Mingəçevir rayon məhkəməsinin qərarı ilə onun iddiası təmin olunub və yalnız bu qərar çıxandan sonra Qurbanəli Yusubov cavabdeh olaraq bu məhkəmədə uduzandan sonra o gedib Azər Qasımlının güya ki, yəni ki, cinayətkar əməllərindən şikayət edib ki, güya ki, onu təhdid edib və təhdidlə həmin raspiskanı imzalatdırıb. Raspiskada söhbət qəbzdən gedir, hansı ki, Qurbanəli Yusubov üzərinə öhdəlik götürüb ki, Azər Qasımlı olan borcunu hissəvi olaraq ödəyəcək. Qurbanəli Yusubovun tanımı nəyə gəlmədi məhkəməyə? Bəli, məcburi gətirilməklə bağlı bizim vəsatət təmin olundu, amma ki, güya ki, polis tərəfindən yəni daxil olan məlumata əsasən o yaşadığı ərazidə aşkar olunmadı, onu tapa bilmədilər. Təşəkkür edirəm. Sağ olun. Salam Səmrə xanım, nə deyə bilərsiniz bugünkü məhkəmə haqqında? Salam. Deməli, bugünkü məhkəmədə vəkil Rövşənə xanım və Aqil Layıc, onlar hər ikisi müdafiə nitqi ilə çıxış elədilər.
və Rövşənə Rəhimlinin çıxışı daha böyük idi, böyük həcmdə idi və detallı idi və prokurordan fərqli olaraq Azərqasımlıya qarşı saxta yalan böhtanlarla bir saxta cinayət işi aparan və bunu müdafiə etməyə çalışan prokurordan fərqli olaraq Rövşənə Rəhimli çox detallı şəkildə onların bütün ittihamlarını ifşa etdi. Təsəvvür eləyin ki, prokuror çıxış eləyir, 4 dəqiqəlik çıxış eləyir. Bu 4 dəqiqəlik çıxışın məzmunu ondan ibarətdir ki, Azərqasımlıya qarşı biz bu ittihamı irəli sürürük və zərər çəkən qismində Qurbanəli Yusifovu göstərirlər və yalnız bircə cümlə istifadə edir. Bircə cümlədə deyir ki, həm ibtidai istintaqda, həm məhkəmə istintaqında Azərqasımlıya qarşı irəli sürülən ittihamlar, sübutlar, faktlar və şahid ifadələri ilə təsdiq olunmuşdur. Amma bu prokuror Valeh Ələkbərov bircə dənə də göstərmir ki, bu sübut var idi, bu fakt var idi, bu şahid ifadəsi var idi. O ona görə onları sadalamadı ki, dövlət ittihamçısının əlində nə bir dənə fakt var, nə bir dənə sübut var idi, nə bir dənə söykənəcəyi, istinad eləyəcəyi şahid ifadəsi var idi. Onların gətirdikləri qondarma şahidlər də elə prokurorun özünün istinad etdiyi dövlət qanunlarına da tamamilə zidd idi. Çünki qanun deyir ki, hal şahidi yalnız hadisənin birbaşa şahidi ola bilərdi. Bu adamların hər biri gəlib məhkəmədə dedilər ki, Qurbanəli Yusifov bizə bunu dedi. Onlar Azərqasımlıya qarşı üzə duran şəxsin sözlərini çatdırdılar. Bütün bunların əksinə olaraq bu günləri Rövşənə Rəhimli bir-bir bütün ifadələrdəki, həm şahid ifadələrindəki, həm zərər çəkmiş kimi çıxış edən Qurbanəli Yusifovun Daxili İşlər Nazirinə ərizəsini, Yasamal polisinə ərizəsini, orada verdiyi izahatı, Azərqasımlı ilə üzləşməsindəki ifadəsini, dindirilməsini və məhkəmədəki bütün bu 5 istiqamət üzrə hər birində bir-birinə zidd verdiyi ifadələri Rövşənə Rəhimli sübut elədi ki, bu ifadələr yalan üzərində. Çünki yalan olduğuna görə adamın yadında qalmır. Hər prosesdə adam bir yalanı dedi. Təsəvvür edirsiniz. Ona görə bütün adamın ifadəsi bir-birinə ziddir və gətirdiyi şahidlərin də ifadələri bir-birinə ziddir. Sizdə hakim Ferman Hüseynov bu barədə nədir? Fikri nədir? Hökmlə bağlı siz soruşursunuz. Hökmlə bağlı bizim heç bir illüziyamız yoxdur. Adətən praktika bunu göstərir ki, əgər prokuror 13 il cəza istəyirsə, hakim də 10 il cəza verəcək. Yəni biz 10 il rəqəmini, yəni 10 civarında bir rəqəm gözləyirik. Keçmiş olsun deyək. Sağ olun. Çox sağ olun Samira xanım. Sağ olun. Dəyərli izləyicilər, bunun da bugünkü məhkəmə prosesi sona yetdi. Azərqasımlının növbəti məhkəmə prosesi ayın 4 saat 17-yə təyin olundu. Təşəkkür edirəm izlədiyiniz üçün. Paylaşın. Sağ olun.